Bəzi insanlar var, yəqin ki, rastınıza çıxıb deyir, Allah dua elədim, vermədi. Bu söz ağır sözdür ya. Bu sözdən biraz ehtiyat eləyək, çəkinək. Necə vermədi? Sən bir arxova çevril, bax gör Allah sənə nələr verib. Niyə verdiklərini görmürsən? Verməyib mi məgər Allah bizə nələrsə? Biz görmürük. Biz diqqət eləmirik. Biz sadalamırıq. Bəzən bir insana sual versən ki, yarım stəkan su var, bizdən orada nə qədər su var? Biri deyəcək ki, yarısı doludur. O birisi nə deyəcək? Yarısı boşdur. Nəticədə yarıda su var da, biri boş tərəfi gördü, biri dolu tərəfi gördü. Bəzilərimiz olanları görürük, bəzilərimiz olmayanları görürük. Amma bir arxaya çevrilib baxsaq ki, Allah bizə nələr verib. Evim var, eşiyim var, ailəm var, uşağım var. Misal deyirəm də, indi hərədə nələrsə var da,